Uşaqlar, bu gün Əbul Bəkov mövzusuna bir video çəkəcəm. Bu videoya baxsaz, artıq sizə qaranlıq qalan yerləri tam aydın şəkildə başa düşəcəksiniz. Dərsdə keçdiklərimizi də burada təkrar edə bilərik. Yəni, bu videoya baxsaz, dərsdə dediklərim hamısı yadınıza düşəcək. Əbul Bəkovla bağlı heç bir problemimiz qalmayacaq. Baxın, biz dərsdə dedik ki, Əbul sözünün asılışı nə deməkdir? Ən böyük ortaq bölən. Əkobu isə ən kiçik ortaq bölünən adlanır. Əbob və əkobun tapılma qaydalarına baxaq. Əvvəlcə əbobu başa düşək, görək nədir. Məsələn, kiçik rəqəmlərin əbobunu tapmaq asandır. Şifahi şəkildə də biz kiçik rəqəmlərin əbobunu tapa bilərik. Nümunə olaraq yazıram 1 və 3 rəqəmlərinin əbobunu tapaq. İndi əbob nə deməkdir? Bunu götürsək, 1 və 3 həm 1-i, həm 3-ü qalıqsız bölən ədəd neçədir? Təbii ki, 1-dir. Deməli, bunların əbobu neçə olacaq? 1. Nümunə üçün 2 və 4-ü götürürəm. Deməli, 2 və 4-ü götürək. Həm 2-ni, həm 4-ü qalıqsız bölən ədəd neçədir? 2. Deməli, bunların əbobu neçə olacaq? 2. Yəni, yoxlaya da bilərsiniz. 2 bölü 2, 4 bölü 2. Sonra başqa 2 dənə kiçik rəqəm götürək, onun dairəsində 8, 4 və 8-i götürək. 4-ü və 8-i qalıqsız bölən neçədir? 4. Təbii ki, biz burada uşaqlar 2-ni də götürə bilərik. Deyərsiniz ki, müəllim, 2-də bölür axı bunları. Yəni 2 də bölür hər ikisini. Amma biz 2 ən böyücü demək deyil. Yəni 2-dən böyük 4-ü və 8-i bölən ədəd var. Bu da 4. 2-dən böyük, yəni ən böyücü 4. 4-dən yuxarı artıq biz 4-dən 8-ə əbob tapa bilmərik. Əbobun da xüsusiyyəti budur. Adında göründüyü kimi ən böyük ortaq bölən deməkdir. Yəni həm 4-ü, həm 8-i bölən ən böyük ədəd. Bu əbob mövzusudur. İndi ədədlər artdıqca, yuxarı getdikcə biz onu şifahi şəkildə tapa bilmərik. Şifahi şəkildə çətinləşir. Nümunə yazaq məsələn, Əbob yazaq, misal üçün yazaq, 20, 30. Bunları da şifahi şəkildə tapa bilərik. Sadəcə bunu yuvarlaq ona görə yazıram ki, sadə olsun və başa düşə biləsiniz. Bunun əbobunu tapaq. Əbobu tapmaq üçün biz bu mövzudan əvvəl sizə sadə vurgulara ayrılma mövzusunu keçdik. Dərsdə keçdik və həmin sadə vurgulara ayrılma qaydasından burada istifadə edirik. 20-ni sadə vurgulara ayırırıq. 20-ni 2-yə 10, 10-u 2-yə 5, 5-i 5-ə 1. 30-u ayırırıq eyni qayda ilə uşaqlar. 2-yə ayırırıq, 15, 2-yə ayrılmayacaq. 15-i 3-ə ayırırıq, 5, 5-i bir dəfə. Biz burada əbobu tapanda sadə vurgulara baxırıq. Hər ikisində ortaqlı olanları dairəliyirik. Deməli, götürürük, yazırıq bura 2 vurulsun. Növbəti ortaqlısını tapmalıyıq. 2-yə baxırıq, burada var, burada yoxdur. Deməli, götürmürük, ortaqlı deyil. 5-ə baxırıq, burada var. Həm 20-də var, həm 30-da götürürük. Yazırıq bura 2 5-də 10. Deməli, bizim ədədlərimizə, yəni 20 və 30 ədədinə əbob 10 tapırıq. Neynədik? Həmin ədədləri sadə vurgulara ayırdıq. Sadə vurgulara ayırandan sonra ortaqlı olanların götürürük və onların hasilini tapırıq. Bu da olur əbobun tapılma qaydası. Bəzi rəqəmlər var uşaqlar. Deməli, onu hesablamağa ehtiyac olmur. Məsələn, qarşılıqlı sadə olan ədədlərin əbobu 1-ə bərabər olur. Qarşılıqlı sadə ədədlər.
Qarşılıqlı sadə ədəd deyə bilərik. Məsələn, 2 ardıcıl ədəd qarşılıqlı sadədir. 18, 19. Bunları əbobun hesablamadan bir yaza bilərik. Və yaxud da yaza bilərik 23 bu timsalda. Məsələn, 24. Bunların hamısının əbobu gələcək 1-ə bərabər olacaq. Sonra keçək əkob mövzusuna. Əkob mövzusu əbob kimidir. Yəni əkob bayaq da dediyim kimi ən kiçik ortaq bölünən deməkdir. Bölən yox, bölünən. Bunlara da şifahi olaraq nümunələr deyək. Məsələn, kiçik rəqəmlər götürək və onların əkobunu tapaq. Kiçik rəqəmlər. Məsələn, 3 və 6-nın əkobunu tapaq. Həm 3-ə, həm də 6-ya bölünən ən kiçik ədəd neçədir? 6 özü. Məsələn, yazaq 4 və 2. Bunların həm 4-ə, həm 2-yə bölünən ən kiçik ədəd neçədir? 4-dür. Məsəl üçün götürək 5 və 7-ni. 5 və 7-yə bölünən ən kiçik ədəd neçədir uşaqlar? 5 və 7 ikisi də sadə ədəd olduğuna görə bunların hasilini də tapa bilərik. 5 və 7-nin deməli hasili olacaq 35. Əkobu olacaq 35. Əkob qaydası sadə ədədlərdə tapa bilərik. Şifahi şəkildə sadə ədədlərə nəsə demək olar. Amma yenə əbobda olduğu kimi ədədlər artdıqca biz onu şifahi şəkildə tapa bilmərik. Şifahi şəkildə çətinlik yaranır. Bunun qaydası necədir? Yenə, məsələn, nümunə yazaq. Əkob 12, 18. Yəni, buna görə necə tapacaq əkobu? Əbobda olduğu kimi, uşaqlar, qeyd edirik. 12-ni ayırırıq sadə vuruqlara. 2-yə bölürük, 6, 6-nı 2-yə, 3, 3-ü də 3-ə 1. Sadə ədədlərdən istifadə edirik də, bunu bilirsiniz. 18-i 2-yə bölürük, 9, 9-u 3-ə bölürük, 3-ü 3-ə bölürük 1. Burada artıq qayda fərqlidir. Biz əbobda ortaqlısını götürürdük. Ortaqlı olanlarını götürürdük, tapırdıq hasilini. Burada isə fərqlidir. Burada böyük ədədin, yəni 18-in sadə vuruqlarını yazırıq. Vurulsun 3, vurulsun 3. Böyük ədəddə olmayanları kiçik ədəddən götürüb əlavə edirik. Baxaq, 1, 2 burada var, 1, 2 burada var, götürmürük. Deməli, 1, 3-ümüz burada var, 1 də burada var, götürmürük. Bu üçümüz də böyük ədəddə olduğuna görə yazmışıq ora. Deməli, burada bizdə 18-də olmayan nə var? 2. 2-ni bura əlavə eləməliyik. Və bu hasili tapırıq. 2 üçün 6, 6 üçün 18, 18-i də 2-yə vuranda eləyəcək 36. Deməli, bizim 12 və 18 ədədinə tapdığımız əkob 36-dır. Yoxlaya bilərsiniz. 36-nı böləndə 12-yə düşəcək 3. 36-nı böləndə 12-yə düşəcək 2. Deməli, bölünürsə biz qaydanı düzgün aparmışıq və hesablamamız düzgün oldu. Buna uyğun bir neçə nümunəni testdən baxaq uşaqlar. Sizə daha aydın olsun. Deməli, buradan sənədlər bölməsinə keçirik. Güvən bankından istifadə edək. Burada sadə misallar var. Deməli, güvən testində digər testlərə nisbətən sadə suallar var. Məsələn, burada nə var? 36-cı misala baxaq. 36-cı misalda hesablama eləyək, görək nə var. 36-cı misal əbob 144 və 104-ü istəyir. Burada 144-ü olduğu kimi sadə vuruqlara ayıraq. 144 sadə vuruqlara ayırırıq. 2-yə bölsək 72, 2-yə bölsək 36,
2-yə bölsək 18, 2-yə bölsək 9, 9-u 3-ə 3, 3-ü də 3-ə 1. Tamam, 144 sadə aralıqlara ayrıldı. 104-ü də ayıraq burada. 104 2-yə ayırsaq 52, 2-yə ayırsaq 26, 2-yə ayırsaq 26-nı 2-yə ayırsaq düşəcək 13, 13-də 13-ə bölürük, düşür 1. Tamam. Bunlardan indi bizdə nəyi soruşur? Əbobu. Tamam. Əbobda dedik ki, qaydamız nə idi uşaqlar? Eyni olanları dairələyib hasilini tapırıq. Deməli 2 var, vurduq. Burada 2 var, burada da var, yenə vururuq. Yenə keçirik növbəti 2-miz, burada da, həm burada var, qeyd elədik. Bu 2-yə baxırıq, burada yoxdur, yazmırıq, 3 yoxdur, bu 3 yoxdur, 13-də yoxdur. Tamam, olsa mı? 2 vur 2, vur 2, neçə edəcək? 8. Cavabımız olacaq, əbob 144, 104-də 8. D variantı. Bir dənə də nümunə istəyirsiniz, baxaq, sonra keçək. Bir dənə əkob nümunəsinə də baxaq. Əkob var 24 və 50. Olsun. Əbob 24 və 50-ni tapaq. Yenə eyni qaydamız tətbiq edirik. 24-ü ayırırıq sadə vuruqlara. Əbob, əkob 24 ayırıq sadə vuruqlara, baxaq. 2-yə 10, 2, 2-yə ayırsaq 6, 6-nı 2-yə 3, 3-ü 3-ə 1. 50-ni də ayıraq eyni qayda ilə. 2-yə ayırsaq 25, 5-yə ayırsaq 5, 5-ə 1 dəfə. Biz əkob tapanda nə edirdik? Dedik ki, əkob tapanda böyük ədədin sadə vuruqlarını yazırıq. 2 vurulsun 5, vurulsun 5. Yəni belə özü, deyəs müəllim bəziləri deyəcək, müəllim bu promoya birbaşa 50 yazaq. Birbaşa 50 yazmaq olar, 50 də yaza bilərik, amma biz sadə vuruqların hansını götürmüşük, hansını götürməmişik, orada artıq bizdə çaşqınlıq yaratmaqdan ötürü yazmalıyıq. Mən yazmağı tövsiyə edirəm, yəni şifahidə yaza bilərsiniz də. Vurulsun baxaq, 2 var, 50-də, 24-də 2 var. Deməli, ehtiyacımız yox, götürməyəcəyik. 5-ə baxırıq. 5, 5, burada yoxdur. Tamam, olmayanlarımız nədir? 2 dənə 2-miz artıqdır burada. Vurulsun 2, vurulsun 2 və bunu silək aşağıdan yazaq aşağılar. Deməli, 2 vurulsun 5, vurulsun 5. 2 dənə 2-miz artıqdır. Vurulsun 2, vurulsun 2, vurulsun 3. Bərabər. Bunu hesablayaq. Deməli, 50, 50-ni 2-yə vursaq, verəcək 100, 100-ü 2-yə vursaq 200, 200-ü də 3-ə vuranda cavabımız olacaq 600. Deməli, 24 və 50 ədədinə tapdığımız əkob cavab olacaq C variantı. Sadə formadadır. Yəni, bunlar biraz əkob və əbobun biraz çətin bölmələri var. Çətin deyil amma. Yəni, bunlar ən sadəsi, ən başlanğıcıdır. 5-ci, 6-cı sinif uşaqları bunları belə deyək də, bu hələ ki bunlar kifayət eləyəcək. Bu get-gedə əkobu, əbobu biraz çətin formalar olacaq. Onlarda sizə izah edəcəm. Əvvəlcə bunu qavramaq lazımdır. Çətinləri sonra deməli qoşula bilərik. Belə. İnşallah video axıra kimi baxın. Bax, nə izah eləmişəm? Bir-bir, sadə formada izah eləmişəm. Yavaş-yavaş danışıram ki, siz hər şeyi tam həzm edə biləsiniz. Yəni, dərsdə də dediyim kimi, bunları bir dəfə başa düşdünüz, artıq ikinci dəfə bura qayıtmağa ehtiyac yoxdur. Ümumiyyətlə, riyaziyyat elə bir fəndir ki, bir dəfə başa düşdünsə, artıq ikinci dəfə ehtiyac olmur ki, qayıdıb nəsə baxasan, yəni nəsə təkrar edəsən.